Salam əziz və hörmətli tamaşaçılar. Din və cəmiyyət verilişinin növbəti buraxılışı efirdədir. Bugünkü proqramımızda qonşuluq haqları haqqında bir sıra maraqlı müzakirələri edəcəyik. Qonşuluq məsələsi milli mənəvi dəyərlərimizdə xüsusi yerə malikdir. El misalları kimi uzaq qohumdan yaxın qonşu yaxşıdır. Ev alma, qonşu al. Dillər əzbərinə çevrilən bu zərbi məsələlər adət-ənənələrimizdə qonşuluq məsələlərinin nə qədər əhəmiyyətli olduğunu sübut edir. Bu haqda daha ətraflı müzakirələri biraz sonra davam etdirəcəyik. İndi isə növbə Quran ayələri rubrikasınındır. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnne lilmuttaqina inde rabbihim cennetin na'im. Efenec'alul muslimine kel mucrimin. Ma lekum keyfe tahkumun. Em lekum kitabun fihi tedrusun. İnne lekum fihi lema tehayyerun. Em lekum eymanun aleyna baligatun ila yevmil kıyameti. İnne lekum lema tahkumun. Selhum eyyuhum bizalike za'in. Em lehum şurakâ'u fely'atû bişurakâihim in kânû sâdiqîn. Heç şübhəsiz müttəqilər üçün Rəbbi yanında nəyim cənnətləri vardı. Biz müsəlmanları günahkarlarla bir tutarıqmı? Sizə nə olub? Necə hökm verirsiniz? Yoxsa sizin bir kitabınız var və siz bu yanlış hökmləri oradan mı oxuyursunuz? Orada bəyəndiyiniz hər şey mütləq sizin olacaqdı yazılıb? Yoxsa biz sizə hökmünü verdiyimiz hər şeyin mütləq sizin olacağına dair qiyamət gününə qədər davam edən sözlər vermişik? Onlardan kimin buna zamin duracağını soruş. Yoxsa onların şərikləri mi var? Əgər doğru deyillərsə, onda şəriklərini gətirsinlər. Əziz tamaşaçılar, verilişimizin bugünkü qonağı Şəhidlər Məscidinin imamı, ilahiyyatçı Şaiq Əliyevdir. Xoş gördük Şaiq müəllim, salamlayıram sizi. Siz də xoş gördük Nur müəllim. Bugünkü mövzumuz adından məlum çox maraqlı və mühüm mövzulardan biridir. Qonşuluq münasibətləri, qonşuluq haqları. Həm bu məsələ bizim milli adət-ənənələrimizdə xüsusi yerə malikdir. Həm də milli mənəvi dəyərlərimizdə, xüsusən İslam dinində qonşuluq haqları məsələsinə xüsusi yer ayrılır. Sözü uzatmadan elə ilk sualı ünvanlamaq istərdim Şaiq müəllim. İslam dini qonşuluq münasibətlərinə necə münasibət bildirir? İslam dininin müqəddəs mətnlərində qonşuluq haqları, qonşuluq münasibətləri ilə hansı qeydlər vardır? Əvvəla hər bizi tamaşaçılarımızı xoş gördük. Hamınızı salamlayıram. Nur müəllim, sizin də qeyd etdiyiniz kimi qonşuluq məsələsi o qədər mühüm bir məsələdir ki, nəinki o dinimizdə, hətta milli adət-ənənələrimizə kök salmış, dərin kök salmış məsələlərdən biridir. Dinimizdə qonşuluq haqlarına nəzər saldıqda bunu ümumi başlıq altında qul haqqı çərçivəsində qiymətləndirilir. İlk növbədə buna uca Allah özü dəyər və qiymət verir. Sonra Peyğəmbərimizin ondan gələn hədislərdə bu haqda geniş məlumatlar var. Həmçinin də istər sahabə dövründə, istər sonraki müsəlmanların həyatında bunun bir çox örnəkləri, nümunələri, yaşanan nümunələri vardır. Uca Allah Nisa surəsinin 36-cı ayəsində yaxın qonşuya, uzaq qonşuya ihsan ilə davranın. Burada xüsusi bir məqamı vurğulamaq lazımdır ki, Uca Allah
bu ayət-i kərimədə ihsan kəlməsini istifadə edir. Bu mənim xüsusən də özümün də diqqətini çəkir. Düşünürəm ki, tamaşaçılar üçün də maraqlı olar. İhsan kəlməsinin mənası Allah səni görürmüş kimi davranmaqdır. Yəni, qonşularınla, yaxın qonşular, uzaq qonşular, biraz sonra bu haqda da danışa bilərik. Bu qonşularla Allah səni görürmüş kimi davran. Yəni, ixlasla, səmimiyyətlə, can-ı könüldən, qəlbdən, onları incitmədən, onlara ən gözəl şəkildə davranmaqla davran, deyə ayət-i kərimədə Uca Allah buyurur. Həmçinin Peyğəmbərimiz əleyhissalatu vəssələmin də hədislərində bu məsələyə o qədər əhəmiyyət, o qədər önəm verilmişdir ki, düşünün bir hədisində, məsələn, bu hədis bir neçə sahabədən belə nəql olunmuşdur. Söylüyor ki, Peyğəmbər Əfəndimiz ki, Cəbrail mənə qonşu haqqında o qədər tövsiyələr verdi ki, mən zənn etdim ki, o qonşunu qonşuya mirasçı edəcək. Hamımız bilir ki, miras məsələsi dilimizdə çox önəmli məsələlərdən biridir. Miras atadan oğula, babadan oğula, nəvəyə, yəni qardaşdan qardaşa, yəni yaxın qohumlar arasında baş verəcək bir məsələdir. Bir dənə burada bir nümunə verim, yenə sözümüzə davam edək. Sahabələr deyir ki, bir dəfə deyir, bir insana, bir nəfərə bir qoyun əti hədiyyə etdilər. Həmin şəxs dedi ki, bunu qonşuya ver. Həmin qonşuya apardılar. Və o da dedi ki, bunu digər qonşuya ver. Beləcə deyir, 7 qonşu dolandı, təzədən o hədiyyə yeni gəldi birinci qonşuya. Yəni, vaxtı ilə insanlar qonşuluq məsələsinə çox mühüm və ciddi əhəmiyyət verərək ona diqqət ayırmışdılar. Təşəkkür edirəm Şaiq müəllim. Biraz əvvəl siz Qurani Kərimdən Nisa surəsinin səhv etmirəm 36-cı ayəsindən sitat gətirdiniz, iqtibas etdiniz. Həmin ayənin əvvəlində hətta qeyd olunur ki, "Va'budullaha və la tuşriku bihi şey'ən." Allaha ibadət edin və ona şərik qoşmayın. Və bil valideyni ihsana. Valideynlərə yaxşılıq edin və orada sayır və qonşulara gəlir çatır. Demək, bu o qədər əhəmiyyətli və mühüm məsələdir ki, ibadət məsələsi ilə bir arada çəkilir və yaxud da Allaha şərik qoşmaq məsələsində ki, bu İslam dinində qırmızı xətdir, yəni mühüm, yəni mərkəzlərdən, nöqtələrdən biridir. Məhz bu qonşuluq məsələsi, imkansızlara yardım etmək məsələsi, valideynlərə münasibət məsələsi çox əhəmiyyətli və vacib məsələlərdən biridir İslam dininin dünya görüşündə və siz də çox gözəl məqamlara toxundunuz ki, bu nəinki nəzəri cəhətdən irəli sürür, hətta praktiki cəhətdən də həm Peyğəmbərimizin, həm səhabələrin, böyük din böyüklərinin həyatında biz bunu əyani şəkildə şahid oluruq. Əlbəttə, burada siz bayaq əvvəl qul haqqı məsələsinə də toxundunuz. Bunun bir hüquqi öhdəlikləri də var. İslam hüququnda qonşuluq haqqları, hüquqları ilə bağlı hansı qanunlar var, hansı tövsiyələr mövcuddur? Bəli, bu da çox önəmli və əhəmiyyətli məsələdir. Biz Allah Əzza və Cəllənin ayələrində, bayaq dediyiniz kimi, Nisa surəsi 36-cı ayədə və digər ayələrdən işarətlə, həmçinin Peyğəmbər Əfəndimizin həyatından o bütün qonşu haqları ilə bağlı hədisləri bir araya toplayıb və onları bir arada qiymətləndirdiyimiz zaman onun şahidi oluruq ki, Peyğəmbərimiz qonşuları 3 hissəyə bölmüşdür. Və bu sıralama ilə geçsək, orada görürük ki, 3 haqqı olan qonşular var, 2 haqqı olan qonşular var, 1 haqqı olan qonşular var. Əlbəttə, bu çox ciddi məsələdir. Məsələn, 3 haqqı olan qonşular dedikdə Peyğəmbərimiz həm qonşu, həm qohum, həm də müsəlman olan qonşuları nəzərdə tutur. 2 haqqı olanlar həm qonşudur, həm də qohumdur, onları nəzərdə tutur. Və 1 haqqı olanlar da dinindən, inancından asılı olmayaraq qonşudursa, o da qonşu haqlarına tabi tutulur və burada heç bir ayrıntı yoxdur. Yəni, mömin olsun və yaxud da mömin olmasın, inanan olsun, inanan olmasın. Burada heç bir Allah və Peyğəmbər heç bir ayrı, yəni xüsusi bir ayrıcalıq göstərməmişdir. Və eyni zamanda Peyğəmbərimizin o nümunələrini davam etdirən onun sahabələri də hər zaman bu məsələni qorumuşlar. Məsələn, sahabələrdən Abdullah İbni Amr, Allah onların hər birindən razı olsun. O bir dəfəsində yenə bir heyvan kəsir, qurban zənn edirəmsə qurban kəsir və deyir ki öz xidmətçilərinə bizim
qonşuluqda yaşayan digər inanc sahiblərinə bundan pay ayırdınız mı? Bəzi insanlar söylüyor ki, nəyə ehtiyac var falan deyincə o deyir ki, yox. Peyğəmbər Əfəndimiz bizə bu məsələdə o qədər tövsiyə etdi ki, biz bu məsələdə çox ciddi davranırıq, çox bu məsələdə diqqət yetiririk. Çünki fərqi yoxdur inancından asılı olmayaraq hər bir qonşu bizim üçün qonşu haqlarına sahib olan kimsələrdəndir. Bəli, qonşu haqları çox mühümdür və buna xüsusi diqqət ayrılır. Məsələn, mən bu məsələni araşdırarkən qarşıma bir sıra qeydlər çıxdı. Məsələn, qonşu əgər səndən borc istəyərsə, varsa mütləq təqdim etməlisən və yaxud da bir köməyə ehtiyac varsa, mütləq onun köməyinə, dadına yetişmək lazımdır. Bəli. Hətta məşhur bir hədis də qeyd olunur. Özü tox, qonşusu ac yatan bizdən deyildir. Və bu cür nümunələr, bu cür haqlar çox rast gəlmək olar, nümunələr gətirmək olar. Ümumiyyətlə, yaxşı qonşuluğun əlamətləri, xüsusiyyətləri necədir Şaiq müəllim? Həm bizim o milli adət-ənənələrimizdə, həm dini dəyərlərimizdə bu məsələ ilə bağlı hansı fikirləri söyləyə bilərsiniz? Elnur müəllim, sizin də qeyd etdiyiniz kimi Peyğəmbər Əfəndimiz əleyhissalatu vesselam qonşuluq haqqında bir çox hədis söyləmişdir. Məsələn, o hədislərdən bir neçəsini misal söyləsək, məsələn, bir hədislərin birində buyurur ki, Peyğəmbər Əfəndimiz qonşuların ən yaxşısı qonşularına yaxşı davranandır. Və yaxud da ondan gələcək narahatçılıqdan əmin olmayan bir qonşu yəni kamil iman etmiş olmaz. Çünki qonşu elə davranmalıdır ki, elə hərəkət etməlidir ki, qonşusu ondan narahat olmamalıdır, əmin olmalıdır. Hətta Peyğəmbər Əfəndimiz əgər bir qonşu qonşuluğun narahatlığından dolayı qapısını bağlayırsa, o digər qonşusunda problem var, deyir. Xüsusən də biz artıq şəhərləşmə daha çox yüksək həddə gəlib çatır. Kənd yerlərində bir gün də şahidik. Qonşuluq daha fərqlidir, şəhər yerlərində daha fərqlidir. Kənd yerlərində o adət-ənənəyə bağlılıq o qədər mühümdür ki, hətta biz özümüz də rayonlarda yaşayanda görmüşük ki, qonşular arasında qapılar belə olub ki, bu qonşudan o qonşu kesilsin. Qonşu bir ehtiyac üçün gəldiyi zaman onu mütləq təmin edərdilər. Bir sıxıntısı varsa onu mütləq təmin edərdilər. Və yaxud da bir qonşu bir yerə gedəndə deyərdi ki, mən falan yerə getdim, ev sənə əmanət deyir. Hətta onun evinə, onun həyətində canlılar varsa onlara belə əmanət edib qonşusuna gedərdi. Bir hədis, yəni müsəlmanların, sahabələrin başına gəlmiş bir hadisəni yenə burada söyləmək istəyirəm. Bir dəfə bir nəfər sahabə gəlir ki, ey Allahın Peyğəmbəri, bir qonşum var, məni narahat edir. Peyğəmbər Əfəndimiz deyir ki, get səbr elə, döz, Allah sənə bunun mükafatını verər və onun şərrindən səni əmin edir. Adam geri qayıdır, həmin sahabə, və bir müddət yenə gözləyir, artıq görür ki, yox, vəziyyət çətinləşib, yenə Peyğəmbər Əfəndimizin yanına gəlir. Peyğəmbər Əfəndimiz deyir ki, o zaman get əşyalarını küçəyə çıxart və gələn gedənə söylə ki, məsələ necə olur. Və o da gedir praktik olaraq əşyalarını çölə çıxardır, küçəyə çıxardır. Gələn gedən soruşur ki, nə məsələdir? O da deyir ki, bəs Peyğəmbərimizə söylədim, o da mənə belə söylədi. Və onda insanlar başlayırlar həmin qonşu üçün xoş olmayan sözlər, ifadələr söyləməyə, bu adama dua etməyə, o birisinə açıq söyləyib, bəddua etməyə başlayırlar. Və bunu eşidən o narahat qonşu gəlir, deyir ki, Allah rızası üçün əşyalarını evinə yığ, bundan sonra məndən bir pislik görməsin. Belə praktiki məsələləri biz o dövrdə də görürük. Şahid olur, əlbəttə. İnsan varsa, burada ictimai münasibətlər var, müsbət hallar var, mənfi hallar var, normaldır, insandan qaynaqlanan məsələlərdir. Əlbəttə, bunu düzgün tənzimləmək, bunu düzgün şəkildə sanki biraz unudulub kimi gəlir bizə. Bunları xatırlatmaq lazımdır. Mütləq xatırlatmaq lazımdır. Ümumiyyətlə, Şaiq müəllim bu sualı bizə tez-tez verirlər, tamaşaçılardan da ünvanlanır. Qonşuluğun həddi nə qədərdir? Yəni, hansı məsafədə qonşu hesab olunur? İndi bugün düzdür, şəhərləşmə prosesində hündür mərtəbəli binalar, megapolislər yaradılır, amma klassik bir ənənədə qonşuluq hansı sərhəddən müəyyənləşirdi? Elnur müəllim, bu haqda konkret bir rəqəm və yaxud da bir şey söyləmək olmur, amma bəlkə də elə bunun konkret olmaması da bizim üçün bir baxımdan bir rahatlıq var deyə düşünürəm.
Məsələn, hədislərdə bəzən 7 ev sənin qonşundur və yaxud da Həzrət Əlidən Allah ondan razı olsun soruşurlar ki, hansı məsafəyə qədər, hansı yerə qədər qonşum sayılır? Deyir ki, sağdan 40 nəfər, soldan 40 nəfər sənin qonşun ola bilər. Bu, zənn edirəmsə, bu cür konkret, dəqiq tənzimlənməməsi onu göstərir ki, insan ola bilər, tam yaxınında birisi var, qonşudur, onun haqlarını gözləyərsən, amma ola bilər ki, onunla çox ciddi münasibətin olmaya bilər. Amma biraz o tərəfdə daha yaxşı bir qonşuluq münasibəti ola bilər. Ümumən, istər, hətta belə bir ifadələr var ki, əzan səsi hara qədər gedirsə, vaxtilə düşünün ki, əzanlar təbii səslə oxunurdu. Haraya qədər gedirsə, onlar sənin qonşularındır. Hətta, məsələn, günümüzdə, vaxtilə də söylənir, günümüzdə də biz bu adətlə şahid oluruq ki, yeməyinin qoxusu gələn, yəni zənn edirsən ki, yeməyinin qoxusu gələcək filan kəsin burnuna, evinə, eşiyinə, onları qonşu kimi qəbul etmək, onları qonşu olaraq əsaslanmaq ola bilər bu baxımdan. Məsələn, baxın, Peyğəmbər Əfəndimizin yenə sahabəsinin həyatından bir nümunə söyləyək. Allah Resulü sallallahu aleyhi və səlləm Əbu Zər adlı sahabəsinə deyir ki, Əbu Zər kasıb, çox da imkanı olmayan bir sahabə idi, zöhd həyatı yaşayan bir sahabə idi. Peyğəmbərimiz ona deyir ki, ey Əbu Zər, sulu yemək, biz ona şorba deyirik, pişirdiyin zaman onun suyunu çox qoy, ehtiyacı olan qonşularına, ki, hansı ki onların bəlkə bu məsələdə ehtiyacı var, onlara da ondan payı ayır. Bu onu göstərir ki, qonşuluq münasibətlərində, belə deyək, yəni kasıbçılıq, yoxsulluq, imkansızlıq bir bəhanə ola bilməz. Nə varsa, nə bacarırsansa, ixlasla, səmiyyətlə, könlündən çıxardaraq, qəlbindən qopardaraq onu vermək mühüm məsələlərdəndir. Doğrudur. Paylaşmaq mədəniyyəti çox mühümdür. Qeyd etdiyimiz kimi, bu həm bizim milli adət-ənənələrimizdə əks olunan humanist bir hisslərdir, duyğulardır, həm də dini dəyərlərimizdən gələn bir ənənələrdir ki, paylaşmaq, yardımlaşmaq, kömək etmək, birgə yaşayış mühitini yaratmaq çox vacib və mühüm məsələlərdən biridir. Amma qeyd etdiyimiz kimi, bayaq qloballaşma məsələsindən söhbət edirdik. Qloballaşmanın gətirdiyi müsbət cəhətlərlə yanaşı mənfi cəhətlər də var. Bu mənfi cəhətlərdən biri də fərdiyyətçilik, egoistlik, özünə qapanma, asosiallıq və s. kimi fəsadları söyləmək olar və qloballaşmanın gətirdiyi problemlərdən də biri məhz bu qonşuluq münasibətlərində biganəlik, zədələnmə kimi amillərin də biz şahidi oluruq. Bu məsələyə diqqət yetirməyinizi xahiş edərdik. Fikirləriniz nədir bu məsələ ilə bağlı? Hansı prinsipləri, ideyaları sürmək olar bu məsələdən? Günümüzdə biz şahid oluruq, görürük ki, insanlar bir binada yaşayır. Hətta elə olur ki, bir-birini tanımırlar, adlarını belə bilmirlər. Və yaxud da bir, belə deyək, liftə minir, bir-birinə baxıb dururlar, bir-birinə salam vermək istəyirlər. Əslində, bu belə olmamalıdır. Yəni, münasib şəkildə salamlaşmaq, hal-əhval tutmaq, yeri gələndə hədiyyələşmək, çünki hədiyyələşmək çox mühüm məsələlərdəndir. Tam tərsinə, bunun üçün insanlar, müsəlmanlar, insanlar, qonşular, yəni, oxumalıdır, öyrənməli ki, bax, qonşu münasibətləri nə olan şeydir, mən nə etməliyəm, nələrə diqqət etməliyəm, hansı məsələləri mən etsəm qonşuluq haqlarını yerinə yetirmiş olaram. Yenə deyirəm ki, baxın, Allah Resulü deyir ki, yəni Cəbrail mənə o qədər tövsiyə etdi ki, elə zənn etdim ki, qonşunun qonşuya mirasçı qalacaq. Hətta bizim atalarımızın sözü var ki, qonşu qonşunun külünə möhtac olar. Yəni, bu çox mühüm məsələdir. Eyni zamanda siz də vurğuladınız ki, özü tox yatıb, qonşusu az yatan kimsə bizdən deyildir. Yəni, onun, həmin müsəlmanın bu cəhəti ilə naqisliyi vardır, bu cəhətini düzəltməsi lazımdır. Hətta Peyğəmbər Əfəndimiz deyir ki, qonşunuz əgər sizin eyvanınıza, sizin divarınıza bir ağacını sökəmək istəsə, ona maniyə olmayın. Ona tam tərsinə şərait yaradın. Hətta məsələn, Maun surəsində, Quran-ı Kərimin Maun surəsində qonşu gəlib səndən bir şey istədiyi zaman onu verməmək, o Allahın, belə deyək, hədəsinə, Allahın xatırlatmasına səbəb olan vasitələrdəndir. Günümüzdə düşünürəm ki, istər müsəlman olsun, istər qeyri-müsəlman olsun, kimliyindən asılı olmayaraq bu qonşu məsələdə son dərəcə diqqətli və
bu mühüm olduğunu bilməlidir bütün insanlıq. Bəli. Çünki insanın həqiqətən həm fiziki, həm mənəvi sağlam şəkildə yaşaması üçün ictimai münasibətlərə böyük ehtiyacı vardır və qonşuluq münasibətləri, qonşuluq əlaqələri də məhz ictimai münasibətlər sisteminə daxil olan bir anlayışdır. Həmçinin qonşuluq, yaxşı qonşuluğun insana verdiyi müsbət faydalar da vardır ki, bu həm müqəddəs kitabımız Qurani-Kərimdə, eyni zamanda Peyğəmbərimizin hədislərində öz əksini tapmışdır. Məsələn, bir hədisdə qeyd edir ki, yaxşı qonşuluq ömrü uzadar. Bəli. Digər bir hədisdə yaxşı qonşuluq insan ruhsunu artırar. Bəli. Bu qəbildən çox kəlamları, ibrətamiz hədisləri qeyd etmək olar. Sizin bu məsələ ilə bağlı fikirlərinizdə maraqlı olardı. Yaxşı qonşuluğun, yaxşı münasibətlərin həm bir fərd olaraq, həm bir cəmiyyət olaraq hansı faydalarını əldə etmiş olarıq? Bilirsiniz, insan əsasən qonşularla bir arada yaşayır. Bəzən olur ki, insanın yaxınlığında qohumu olmur, amma qonşusu olur. Bəli. Onun dərdinə, onun hər hansı bir sıxıntısına, probleminə ilk qaçan qonşusu olur. Hətta biz bunun şahidləri oluruq ki, bəzən olur aralarda narazılıqlar, problemlər olsa belə qonşular arasında hər hansı bir sıxıntı olduğu zaman birinci qonşu qaçıb gəlir. Ki, görəm nə baş verir, nə olur, nə köməklik lazımdır. Hətta biz bəzi məsələlər düzdür, bunlar əxlaqi dəyərləndirməyə də tabi tutula bilər, amma biz bilməliyik ki, qonşuluq münasibətləri, qonşu haqları namaz kimi bir ibadət kimidir, bir oruç kimi ibadətdir, bir həz kimi, bir belə deyək, ziyarət kimi bir savab qazandıracaq ibadətlərdən biridir. Bir insan qonşu haqlarına riayət edərsə, savab qazanar. Əgər o haqlara riayət etməzsə, o günah qazanar. Bunun qaydası budur. Yox, mən sakit durum, qonşuma heç bir ziyanım yoxdur, zərərim yoxdur, ona hər hansı bir problem yaratmıramsa, bu demək deyil ki, biz yaxşı bir insanıq. Tam tərsinə, biz münasibətləri dərinləşdirməliyik, biz ünsiyyəti artırmalıyıq. Məsələn, söylənilir ki, sizin o dediyiniz hədislərə qüvvət söylənilir ki, yaxşı qonşu insanın xoşbəxt olmasının əlamətlərindəndir. Yəni, insan yaxşı qonşu ilə münasibətlərində, ünsiyyətində əlbəttə bir huzur, xoşbəxtlik tapar. Narahat olmaz, nigaran olmaz. Onun əlindən, dilindən, sözündən, qonşuluğundan əmin olar. Şübhəsiz ki, bu da qonşunu xoşbəxt edən əlamətlərdən, cəhətlərdən olar. Təşəkkür edirəm. Düzdür, vaxtımız yekunlaşmaq üzrədir. Bu mövzu haqqında çox danışmaq olar, çox müzakirə aparmaq olar. Bunun detalları var, bunun xüsusi təfərrüatları var. Biz bugün ümumi şəkildə məsələyə toxunduq, amma inanıram növbəti verilişlərimizdə xüsusi olaraq mövzu bu məsələləri müzakirəyə çıxardarıq. Mən bir daha fürsətdən istifadə edib dəvətimizi qəbul etdiyiniz üçün, bizimlə maraqlı həm söhbət olduğunuz üçün təşəkkür edirik. Mən də sizə təşəkkür edirəm, minnətdarım. Və sizə elmi, ictimai fəaliyyətlərinizdə uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür edirəm. Əziz tamaşaçılar, bununla verilişimiz sona çatır. Növbəti verilişlərdə görüşənədək Allah amanında qalın.